Bakı-Tiflis-Bakı qatarı ilə səyahət edəcək azyaşlı sərnişinlər üçün gediş haqqı açıqlanıb. Azərbaycan Dəmir Yollarının yaydığı məlumata əsasən Bakı-Tiflis-Bakı qatarında 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərti ilə pulsuz, 5-10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-ədək endirimlə səfər edə bilərlər. Əsas qaydaları təqdim edirik. Belə ki, 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir. Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq bir valideynlə səyahət edərsə, digər valideynin və ya digər böyüklə, yəni valideynsiz səyahət edərsə, hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır. Biletləri ADY-nin saytından, ADY Mobile tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.